Deməli, hədis-i şərifdə buyurulur ki, Allahın rızası ata-anaya qarşı sayğılı, yəni hörmətli olmaqdadır. Həmçinin ayətdə də buyurulur ki, ana-atanıza öf belə deməyin. Təbii ki, biz məsələyə həm övladın ata-ana üzərində haqqı, həm də ata-ananın övlad üzərində haqqı deyə baxsaq daha gözəl olar. Çünki necə ki, bizim anamızın, atamızın üzərində haqqı var, onların da bizim üzərimizdə haqqı var. Əslində, hər kəs öz haqqını bilsə və bir-birinin haqqına girməməyə, bir-birinin haqqını ən gözəl şəkildə yerinə yetirməyə çalışsa, çox gözəl bir ailə meydana gələr. Nə ana-ata övladına haqsızlıq edər, nə övlad ata-anasına qarşı hörmətsizlik və yaxud da hər hansısa bir incidici bir hərəkət və ya kəlmədən istifadə edər. Allah Rəsulunun bu haqda bir çox hədisləri vardır. Əgər anasına yaxşılıq edən bir insanın cənnətə girəcəyini müjdələyən bir peyğəmbərin ümməti isə, biz də buna bacardığımız qədər diqqət etməliyik.